əziz müəllimlər, bu gün sizə müasir təhsildə effektiv yanaşmalar mövzusunu izah edəcəm. Burada differensial tədris, inklüziv mühit və müəllimin fasilitasiya missiyası nədən ibarətdir? Bunu öyrənmiş olacaq. Gəlin indi ilk öncə sizə differensial yanaşma və inklüziv yanaşma nədir? Bunları izah edim ki, ilk öncə bunu qarışdırmayasınız. Yəni müəllimlərin qarışdırdığı məqamlardan biri budur. Və hər zaman deyirlər ki, yəni inklüziv yanaşma, differensial yanaşma, bunların fərqi nədən ibarətdir? Baxın, əgər biz şagirdlərin öyrənmə tərzlərini nəzərə alaraq dərsi qururuqsa, bu differensial yanaşmadır. Öyrənmə tərzləri dediyim zaman nə nəzərdə tutulur? Baxın, hər bir şagirdin öyrənmə tərzi fərqlidir. Kimisi vizual olaraq öyrənir, kimisi audial olaraq öyrənir, kimisi kinestetik olaraq öyrənir, yəni hərəkətlərlə. Kimisi oxuyub yazaraq, qeydlər götürərək öyrənir. Yəni bunların hər birinin müxtəlif öyrənmə tərzi var. Differensial yanaşma hər bir şagirdin öyrənmə ehtiyacını, maraqlarını nəzərə alır. İnklüziv yanaşma isə sağlam, xəstə uşaqların bir arada təhsil alması ilə bağlıdır. Eyni ortamda, eyni sinif şəraitində, yəni inklüzivlik olan şagirdlərin fərqli bir sinifdə təhsil almaması, eyni təlim mühitində dərs alması ilə bağlıdır. Əgər bu fərqi başa düşdüksə, keçək indi mövzumuzun izahına. Baxın, müasir təhsil qaydasında, yəni müasir təhsildə, təlimdə biz şagirdləri passiv dinləyicidən aktiv tədqiqatçıya çevirməyi hədəfləyirik. Yəni burada uşaqların hər hansısa bir uğuru birbaşa müəllimin sinifdə dediyi mövzudan deyil, müəllimin etdiyi bir dərsdən deyil, şagirdlərin özünün də sərbəst şəkildə araşdırmağından, axtarmağından, öyrənməyindən asılıdır, bununla bağlıdır. Və differensial yanaşma sinifdəki hər bir şagirdin fərqli öyrənmə ehtiyaclarını, maraqlarını, hazırlıq səviyyəsini və təlim tərzini nəzərə alaraq tədrisin strukturlaşdırılmasıdır. Bu yanaşma hər kəsə eyni yanaşma modelini qəti şəkildə rədd edir. Yəni burada hər kəsə ənənəvi təlimdə elə idi axı bir esse verilir. Və hər kəs həmin o esseni yazmaq zorundadır. Onu yazmalıdır, yəni müəllimin verdiyi tapşırığı yazmalıdır. Əlbəttə ki, bu oxuyub yazaraq öyrənən uşaqlar üçün maraqlı olacaq. Amma vizual öyrənən, kinestetik öyrənən, audial öyrənən uşaqlar üçün maraqsız olacaq bu tapşırığı icra etmək. Ona görə differensial yanaşaraq dərsi uşaqlar üçün daha maraqlı təşkil etmək mümkündür. Differensiasiyanın 4 əsas komponenti var. Bir dəqiqə qələmi açım. İlk öncə məzmun, proses, nəticə və öyrənmə mühitidir ki, bunlar əsas komponentlərimizdir. Məzmun deyən zaman, yəni burada şagirdlərin nəyi öyrənəcəyi, eyni standart reallaşdırarkən hazırlıq səviyyəsi zəif olan şagirdlərə daha sadə mətndən, yüksək olanlara isə daha mürəkkəb mətndən tapşırıqlar verilir. Müqayisəli və analitik mənbələrdən istifadə imkanı verilir. Yəni bu nə deməkdir? Eyni standartı həyata keçirdirik, eyni standartı reallaşdırırıq. Amma şagirdlərin müxtəlifliyini, fərqliyini nəzərə alırıq. Yəni hər kəs belə deyək də eyni səviyyədə deyil axı, eyni formada bilmir. Ona görə daha sadə mətni biraz səviyyəsi zəif olan uşaqlara, səviyyəsi daha güclü olan uşaqlara isə mürəkkəb formalı mətnlər veririk ki, tapşırıq onlar üçün maraqlı olsun. Təsəvvür edin ki, zəif bilən uşağa mürəkkəb bir tapşırıq qoymusan. Əlbəttə ki, dərs onun üçün çox maraqsız gələcək, çünki həmin tapşırığı icra edə bilməyəcək və ya əksinə. Çox asan bir tapşırıq qoymuşuq, amma şagirdin bilik səviyyəsi güclüdür və onun üçün də dərs əlbəttə ki, sıxıcı gələcək. Tapşırığı yerinə yetirib, bitirib qalacaq, yəni kənarda. Ona görə bunları nəzərə almaq lazımdır. Sonra gəlir proses, yəni şagirdlərin informasiyanı necə mənimsəyəcəyi, bəzi şagirdlər fərdi iş, digərlərinə qrup müzakirəsi, bəziləri isə qrafik orqanayzerlər vasitəsilə daha yaxşı öyrənir.
Müəllim tapşırığın icra yollarını şagirdlərə görə fərdiləşdirir. Yəni kimisi qrupda daha yaxşı öyrənir, əməkdaşlıq formasında, nə bilim, sual-cavabda bir-birinin fikirlərini öyrənərək, kimisi isə deyir ki, mən qrup formada yox, səssizcə özüm fərdi şəkildə öyrənsəm daha yaxşı öyrənirəm və əlbəttə ki, bunu da uşaqların maraqları olaraq nəzərə almaq lazımdır bu prosesi. Nəticədə şagirdlərin öyrəndiklərini necə nümayiş etdirəcəyi, qiymətləndirmə zamanı şagirdlərə seçim verilir. Kimsə mövzuna dair esse yaza bilər, digəri təqdimat edə bilər, başqa biri isə maket və ya vizual layihə hazırlaya bilər və ya şəklini çəkə bilər mövzu ilə bağlı, hansısa bir mövzunu təqdim ediriksə. Öyrənmə mühiti necə qurulmalıdır? Sinfin fiziki və psixoloji ab-havası nəzərə alınmalıdır. Müstəqil iş üçün səssiz güşələrin yaradılması, bu da bayaq dediyim fərdi öyrənməyi sevən uşaqlar üçündür. Dinamik qrup işləri üçün isə oturuş planının çevikliyi və təhlükəsiz öyrənmə mühiti də bura daxil olacaq. Burada bir qızıl qayda qeyd etmişəm. Baxın, differensial təlimdə təlim nəticələri və gözləntilər hamı üçün yüksək olaraq qalır. Yəni öyrətməyimiz birinə az, birinə çox öyrədilmir. Hamı üçün yüksək olaraq qalır. Sadəcə bu hədəfə gedən yollar şagirdin fərdi xüsusiyyətlərinə uyğun olaraq şaxələnir. Yəni uşaqların maraqları daha çox nəzərə alınmış olunur. Baxın, biz differensial yanaşmada dedik ki, uşaqlar fərdi şəkildə öyrənirlər, düzdürmü? Və qrup şəklində. Bizim qruplarımız iki formada ola bilər. Baxın, belə edeyim burada. Homogen və heterogen. Heterogen. Differensial yanaşma daha çox heterogen qruplarda olunur. Yəni burada öyrənmə tərzləri fərqli olan uşaqlar üçün qurulur. Yəni burada vizual olaraq öyrənilər də eyni sinifdədir, qrupda ola bilir. Audio olaraq da, kinestetik olaraq da, oxuyub yazaraq da eyni bir qrupun içərisində fəaliyyət göstərirlər. Sonra gəlir bizdə burada inklüziv yanaşma. İnklüziv yanaşma nədir? Sağlamlıq imkanlarından, sosial-iqtisadi statusundan, dinindən və digər xüsusiyyətlərindən asılı olmayaraq, hər bir uşağın ümumi təhsil müəssisələrində tam hüquqlu və bərabər hüquqlu şəkildə keyfiyyətli təhsil almasını təmin edən bir prosesdir. Yəni, hər bir uşağın təhsil almaq hüququ var. Bugünkü gündə təhsil alan uşaqlar sabahkı günün şəxsiyyətidir, hər hansısa bir memarıdır, rəssamıdır, nə bilim, bəstəkarıdır. Ona görə biz uşaqları təhsildən yayınmamağı üçün əlimizdən gələni etməliyik. Əgər onlar özlərini hər hansısa bir xəstəliyinə görə, əngəlinə görə məktəbdən təcrid olunsalar, sabahkı günün hər hansı bir memarını, həkimini, rəssamını əlimizdən itirmiş olarıq və ya onların gələcək həyatı üçün işsizlik yarana bilər. Yəni bugünkü gündə oxumaqları onların həyatı üçün çox-çox önəmlidir. İnklüziv mühitin yaradılmasının bəzi prinsipləri var. Öyrənmənin universal dizaynı, stereotiplərin qırılması və empatiya, fərdi təhsil planı. Gəlin indi bunlara ətraflı baxaq. Dərslərin ilk andan etibarən bütün şagird tipləri və xüsusi ehtiyacları ola biləcək şagirdlər üçün nəzərə alınaraq dizayn edilməsi. Burada da tapşırıqların səviyyəsi də nəzərə alınmalıdır. Həm asan, həm orta tipli, həm çətin tapşırıqlardan istifadə etmək olar və burada da həm səsli, həm vizual materialların paralel şəkildə istifadəsi var. Nədir stereotiplərin qırılması və empatiya? Yəni buzqıranlar var da burada daha çox belə deyək. Şagirdlərə onların müxtəlif olduğu başa salmaq lazımdır. Bir-birlərindən yəni ayrı-seçkilik etməmələrini, əməkdaşlıq etmələrini, dostluq etmələrini şərait yaratmaq lazımdır. Yəni burada ayrı-seçkiliksiz bir mühitin formalaşdırılması şagirdlərə müxtəlifliyin bir problem deyil, zənginlik olduğu düşüncəsini aşılamaq lazımdır və uşaqlara bunu da aşılamaq lazımdır ki, onlar bizim cəmiyyətin bir üzvüdürlər, onlar bizim üçün dəyərlidirlər, onların öz sərbəst fikirlərini söyləmək haqqı var, bizimlə birlikdə dərs öyrənmək haqqı var, tədris etmək haqqı var. Yəni əsas məqsədimiz odur ki, biz cəmiyyətə onları qazandıraq, itirməyək, onları özlərinə qapanmasının qarşısını alaq. İnklüziv olan uşaqları
bizimlə bir yerdə bərabər hüquqlu şəkildə təhsil almasını, mühitini yaratmaq lazımdır. Onlar üçün xüsusi bir sinifin yaradılması deyil, bütün uşaqların birlikdə fəaliyyət göstərməsi lazımdır. Əlbəttə ki, şagirdlərin gözündə onlara qarşı olan baxışı dəyişmək lazımdır. Yəni onlar qeyri-adi bir şey deyillər, qeyri-adi bir insan deyillər. Onlar da bizim kimi bir insandılar. Hər birimizin xüsusi bacarıqları var və hər kəsi dinləmək borcumuzdur. Fikirlərini dinləmək borcumuzdur. Fərdi təhsil planı nədir? Xüsusi qayğıya və ya dəstəyə ehtiyacı olan uşaqlar üçün psixoloq, loqoped və valideynlərlə koordinasiyalı şəkildə fərdi akademik hədəflərin təyin olunması və izlənməsidir ki, yəni burada valideynlər sinifə gəlib övladlarını izləyə bilər, onların dərsində yanlarında ola bilər, hər hansısa bir qayğıya ehtiyacları varsa, valideynlər bunu təmin etmiş ola bilər. Yaxşı, bəs nədir müəllimin fasilitasiya bacarığı? Gəlin indi buna baxaq. Fasilitator müəllim necə olmalıdır? Müasir kurikulum modelində müəllim bilikləri sadəcə diktə edən, tək mənbə deyil. Yəni diktə edən deyəndə sadəcə müəllim danışıb izah verən, məlumat verən bir mənbə deyil. Müəllim artıq bir fasilitatordur. Yəni şagirdlərin öyrənmə prosesini asanlaşdıran, istiqamət verən və onlara bələdçilik edən bir peşəkardır, yön verən peşəkardır. Bu o demək deyil, müəllim kənarda qalır, uşaqlara deyir ki, gedin hardan araşdırıb öyrənirsiniz, öyrənin. Bu o demək deyil ki, müəllim elə geri planda qalmalıdır. Əksinə, müəllim burada yeri gələndə harda necə istiqamət verməli olduğunu bilməlidir, harda necə rəy verməli olduğunu bilməlidir. Uşaqlara bələdçilik etməlidir, tapşırıqları onlar üçün asanlaşdırmalıdır. Əsas fasilitasiya alətləri və strategiyaları nələrdir? Effektiv sualların verilməsi, yaddaşa əsaslanan bəli, xeyr əvəzinə açıq tipli suallar veririk ki, uşaqlara. Bu da uşaqlarda təfəkkürü, tənqidi, təhlili stimullaşdıran açıq sualların verilməyidir. Məsələn, bu hadisəni başqa hansı alternativ həll yolu ilə edə bilərdin? Yəni burada idrak taksonomiyasının yuxarı mərhələlərinə aid suallar qurmaq daha yaxşı olar və şagirdləri də qiymətləndirərkən əlbəttə ki, bu mərhələlərə uyğun olaraq qiymətləndiririk, nəzərə alırıq. Aktiv dinləmə və empatiya. Bir də nəzərinizə çatdırım ki, sualları yalnızca müəllim vermir. Şagirdlər özləri də bir-birlərinə sual verə bilərlər, qiymətləndirə bilərlər, rəy verə bilərlər bununla bağlı. Aktiv dinləmə və empatiya şagirdin fikrini sona qədər kəsmədən dinləmək, bədən dili ilə onu dəstəkləmək, yəni başla ən azından jestlə, mimika ilə bildirmək ki, mən səni dinləyirəm, fikrim səndədir və dediklərini ümumiləşdirərək sinif müzakirəsini yönəltmək. Konstruktiv və dəstəkləyici rəyin verilməsi səhvləri cəzalandırmaq üçün deyil, onları öyrənmə addımı kimi qəbul etmək, şagirdə nəyin düzgün, nəyin inkişaf etdirilməli olduğunu konkret yollarla göstərmək. Bir də müəllim mütləq şəkildə uşaqlar birgə fəaliyyət edərkən belə onları kənardan izləməli, yeri gələndə, yəni rəy bildirməlidir. Məqamında rəy bildirmək lazımdır, gecikmiş rəylər yox. Hər hansısa bir işi görərkən, tapşırığı icra edərkən müəllim məqamındaca, yerindəcə rəy bildirməlidir. Zamanın və müzakirənin idarə edilməsi nədir? Qrup işləri zamanı müzakirənin mövzudan kənara çıxmasının qarşısını nəzakətlə almaq, hər bir şagirdin bərabər iştirakını təmin etməklə bağlı olacaq. Baxın, bu üç yanaşmanın kəsişməsi nədən ibarətdir? Diferensial yanaşma, inklüzivlik və fasilitasiya bacarıqları ayrı-ayrı metodlar deyil. Effektiv bir sinifin idarə edilməsində bir-birini tamamlayan elementlərdir. Ona görə bunları eyni bir PDF-ə yığdım ki, sizin üçün daha aydın olsun. İnklüziv mühit şagirdə özünü təhlükəsiz hiss etdirir. Diferensial yanaşma isə onun potensialına uyğun materialı təmin edir. Fasilitasiya isə onun müstəqil kəşf etməsinə yol açır. Müəllim, yəni şagirdlər çünki yönləndirir, şagirdlər özləri materialları topladığına görə müstəqil şəkildə kəşf etməsinə yol açır. İnklüziv mühit hər bir şagirdi sinifə aid olduğunu bildirir. Diferensial yanaşma hər kəsin fərdi ehtiyacına uyğun şəkildə qurulan bir metoddur. Fasilitasiya bacarığı isə müəllimin prosesi istiqamətləndirməyidir. Bununla bağlı olacaq.
İnklüzivlik nədir? Bariyerlərini aradan qaldırır, hamını qəbul edir. Şagirdlərin rolu isə özünü təhlükəsiz və dəyərli hiss edəcək. Yəni sinifə aid hiss edəcək, özü də cəmiyyətin bir üzvü olduğunu hiss edəcək. Diferensiasiya çevik planlaşdırma edir, materialı uyğunlaşdırır, öz fərdi potensialına və sürətinə uyğun inkişaf edir. Burada şagirdlər maraqlı nəyə görə gəlir şagirdlərə? Tapşırıqları özləri də seçir deyə və öz öyrənmə tərzlərinə görə icra edirlər deyə onlara bu dərslər maraqlı gəlir. Yəni yorulmurlar bu dərsləri icra edərkən. Fasilitasiya isə müəllimin rolu suallar verir, prosesi asanlaşdırır, bələdçilik edir. Şagirdin rolu isə aktiv öyrənir, tədqiq edir və müstəqil şəkildə kəşf edir. Nəticədə bu yanaşmaların uğurla tətbiq olunduğu bir tədris mühitində uğursuz şagird yoxdur. Sadəcə öz fərdi öyrənmə yolunu addımlayan bənzərsiz fərdlər vardır. Müəllimin bu bacarıqlara yiyələnməsi müasir təhsilin keyfiyyət göstəricisidir.